kimi Gəncədə tanınmış qarmon ifaçısı Mail Quliyev dünyasını dəyişib. Gəncə Xəbərazın məlumatına görə mərhumla vida mərasimi keçirilib. Segah Mail kimi tanınan sənətkar İmamzadə dini kompleksinin ətrafında yerləşən qəbristanlıqda torpağa tapşırılıb. Onu son mənzilə yola salmağa yaxınları ilə yanaşı çoxsaylı sənət dostları və pərəstişkarları qatılıblar. Vida mərasimində mərhumun sənət yolundan bəhs olunub, xatirəsi anılıb. Qeyd edək ki, bir müddət əvvəl səhhətində problemlər yaranan 62 yaşlı musiqiçi əməliyyat olunmuşdu. Gecə saatlarında vəziyyəti qəfil ağırlaşan ifaçı həyatını itirib. Mail Quliyev uzun illər el şənliklərində iştirak edib, bir çox tanınmış sənət adamları ilə səhnəni bölüşüb.